Salam, deməli danışırıq Ağqoyunlu və yaxud da Bayandurlu dövləti haqqında. 14-cü əsrdə Pəhləvan bəy tərəfindən Ağqoyunlu tayfa ittifaqı yaranmış. Hələ həmin əsrdə Qarayolu Osman bəy isə Ağqoyunlu bəyliyini yaratmış, mərkəz Diyarbəkir şəhəri olmuşdur. Teymurlərlə ittifaq yaratmış Qarayolu Osman bəy Osmanlı dövlətinə qarşı bu ittifaq yaradılmışdır. 1453-cü ildə Uzun Həsən qardaşı Cahangir Mirzəni məğlub edərək Ağqoyunlu bəyliyini rəhbərlik etmiş. 1468-ci ildə Qaraqoyunlu dövlətini süquta uğradıb və Ağqoyunlu dövləti yarandı. Ağqoyunlu dövlətinin paytaxtı olur Təbriz şəhəri. Əhatə etdiyi ərazilər İran, İraq, Şərqi Anadolu, Şərqi Gürcüstan, Kürddən cənubdakı Azərbaycan torpaqları olmuşdur. Ağqoyunlu dövlətinin yaranması nəticəsində Teymuri Əbusəid Ağqoyunlu Uzun Həsən üzərinə hücum etsə də, Muğan döyüşündə 68-69-cu ildə deməli Ağqoyunlu Uzun Həsən Şeyx Heydərlə ittifaq, Ərdəbil hakimi Şeyx Heydərlə ittifaq yaradaraq Əbusəyidi məğlubiyyətə uğratmışdır. Hələ Ağqoyunlu dövləti yaranmamışdan qabaq Ağqoyunlu Osmanlı münasibətləri gərginləşmişdir. Səbəbi isə Trabzon məsələsi idi. Deməli Osmanlılar Trabzona çıxış əldə etməklə Qaradəniz sahillərini çıxış əldə edə bilərdilər. Eyni zamanda Osmanlı Sultanı II. Mehmet Kiçik Asiyadakı xırda feodal mülklərini, xristian mülklərini ləğv etmək istəyir və ticarət yolunu ələ keçirmək istəyirdi. Buna görə də Ağqoyunlu Osmanlı müharibələri başladı. 1461-ci il Qoyluhisar, 1472-ci il Beyşehir, 1473-cü il 1 avqust Malatya, 73-cü il 11 avqust Otluqbeli döyüşü baş verdi. Bu döyüşlərdən Qoyluhisar və Malatya döyüşündə Ağqoyunlular qalib gəldilər. Beyşehir döyüşündə Venesiya ilə Ağqoyunlular diplomatik əlaqə yaradır. Hər bir müqavilə bağlayırlar ki, Venesiya söz verir ki, gəlib kömək eləyəcək. Lakin verilən sözə əməl etmir. Avropa dövlətlərində təbii ki, məqsədi iki türk dövlətini üz-üzə qoymaq idi. Diplomatik əlaqə həm Osmanlıların, həm də Ağqoyunlu Uzun Həsənin yaratdığı Avropa ölkələri Venesiya olur, Kipr olur, Macaristan olur, Moskva knyazlığı olur və s. Malatya döyüşündə Ağqoyunlular qalib gəlsə də, Otluqbeli döyüşündə Osmanlılar qalib gəldi. Otluqbeli döyüşündə Osmanlıların qalib gəlməsi səbəbi Osmanlı qoşununun Yeniçəli qoşunundan və odlu silahdan istifadə etməsi idi. Hələ Uzun Həsən öz anası diplomat qadın olan Saray xatını 2-ci Mehmetin hüzuruna iki məqsədlə göndərir ki, Ağqoyunlular üzərinə hücum etməsin və Trabzonu tutmasın. Onlar bir-birini ana oğul deyə müraciət edirlər, hətta 2-ci Mehmet söz verir ki, Ağqoyunlular üzərinə hücum etməsə də, amma Trabzonu işğal edəcək. 1461-ci ildə təbii ki, dediyimiz kimi Osmanlılar tərəfindən Trabzon tutulur və bununla da Ağqoyunlular Qaradənizə çıxış yolunu itirirlər. Uzun Həsənin dövründə Uzun Həsən digər dövlətlərlə, xarici dövlətlərlə diplomatik əlaqə yaratmaqla yanaşı, eyni zamanda 1475-ci ildə Moskva knyazı 3-cü İvan elçi göndərir, ticarət maddəsi və Qızıl Orduya qarşı müqavilə üçün. Lakin bu baş tutmur, çünki bundan qabaq artıq Qızıl Ordu xanı gəlib Ağqoyunlularla müqavilə bağlamışdır. 1477-ci ildə Tiflis daxil olan Şərqi Gürcüstan Ağqoyunluların asılılığına düşür. Həmin zaman 6-cı Bağrat Gürcü çarı olmuşdur. 78-ci il Uzun Həsənin vəfatından sonra 78-90-cı illərdə hakimiyyətdə olur Yaqub Padşah. Yaqub Padşahın dövrü durğunluq dövrü olmuşdur. Yaqub Padşah Şirvanşahlarla qohumluq əlaqəsi yaratsa da Ərdəbil hakimliyi üzərində tez-tez yürüşlər etmiş. Osmanlı Sultanı II. Beyazıtla dostluq əlaqəsi olmuşdur. 1490-92-ci illərdə Baysunqur olur. Dövründə dövlət zəifləyir. Bunlar istifadə edən Rüstəm Mirzə 1492-ci il Bərdə döyüşünün hakimiyyəti ələ alıb. Rüstəm Mirzə deyir, həddən artıq çoxluca soyurqal torpaqları payladı və bu da nəticədə feodalların ona qarşı möhkəmlərin, qüvvətlərin çıxmasına səbəb oldu. 96-cı il Naxçıvan döyüşündə Gödək Əhməd Rüstəm Mirzəni məğlub edib hakimiyyəti ələ aldı. Gödək Əhməd kim idi? Gödək Əhməd vaxtında Uzun Həsənin oğlu olub, Uğurlu Məhəmməd. Bu atasına qarşı İşgazda üsyan qaldırır, atası onu məğlub edir, qaçır gedir Osmanlı ərazisində. Osmanlı Sultanı II. Mehmetin qızı ilə evlənir və bu izdivacdan Gödək Əhməd adında bir oğlu olur. Yəni Gödək Əhməd həm Uzun Həsənin, həm də Osmanlı Sultanı II. Mehmetin nəvəsi olmuşdur. Yəni iki düşmən şəxsin nəvəsi olmuşdur. Bu qısa hakimiyyətdə olsa da silinməz iz buraxır. 20-dən çox vergini ləğv edib soyurqal torpaqlarını azaldır. Yəni Osmanlı idarə sistemini tətbiq etmək istəyirdi. Lakin hakimiyyətdən salındı. 1497-ci ildə hakimiyyətə gəlir Murad Mirzə. Murad Mirzənin hakimiyyətə gəlməsinə əmisi oğlu Əlvənd Mirzə etiraz edir və 1500-cü ildə Ağqoyunlu dövləti Əbhər sazişi ilə iki yerə parçalanır. Fars, İraq, İran, Kirman torpaqları Murada, Qızılüzən çayından qərbdəki torpaqlar isə Əlvənd Mirzəyə çatmışdır. Sonrakı dövrdə 1501-ci il Şərur döyüşündən Ağqoyunluların birinci qolu Səfəvilər tərəfindən sübut etdi. 1503-cü il Almabulağı döyüşü ilə Ağqoyunluların ikinci qolu Səfəvilər tərəfindən sübut etmişdir. Ağqoyunlu mövzusu bundan ibarət idi. Sağ olun.